Aniyə, bu kinolardan zaten çox danışırıq. Yəni bu hədə mən bir dəqiqə mən onu demək istəyirəm. Deməli, elə təsadüfən üst-üstə düşüb gənc rejissor, aktyor Elmar Məlikovun bugün yubileyidir. Sağda deyim ki, gözəl istedadlı rejissordur. Şəxsən mən səbirsizliklə gözləyirəm. Yəni ürəyimdən keçir ki, bizim bu müharibədə zəddə Elmar Məlikov, yəni hesab edirəm ki, gözəl komedik janrda filmlər çəkə bilər, elə ciddi janrda da ola bilər. Qarabağdan o biabırçı vəziyyətdə çıxmağımız haqda. 2020-ci ilin müharibəsində o qədər biabırçılığımız oldu ki, mən hesab edirəm ki, yetəri qədər senari var. Və mənim zənnimcəm hesab edirəm ki, buna rejissor Elmar Məlikov tam uyğundur. Yəni əsas da komedik janrda. Məsələn, necə gəldilər, biz necə qaçdıq. Məsələn, deyirdik Qarabağ bizimdir, verməyəcəyik, nətər verdik orasından. Yəni bilirsiniz də mən nə demək istəyirəm. Bu Ayarikdi, ondan sonra Rubendi, bunların nətər cayıtması var idi. Bunları necə tutdular, necə apardılar. Bunların hamısı komedik janrdır. Yəni hesab edirəm ki, çox gülməli filmlər çıxa bilər. İlk öncə də buradan rejissor Elmar Məlikovu təbrik edək.